Tarixi proseslərin ardıcıllığını tamamlayan bəndləri müəyyən edin. İlk baxışdan böyük və çətin suala oxşasa da, bu sualın çox rahat həll olunma üsulu var. Məsələn, burada biz Misirin müsəlmanlar tərəfindən fəth edilməsini istinad nöqtəsi kimi götürsək, bir çox cavabı həmin bu istinad nöqtəsinə baxaraq müəyyən edə bilərik. İndi isə baxaq suallara. İslam dininin zəif yayılması, bütün ticarət yollarının Bizansın əlinə keçməsi. Burada bütün ticarət yollarının Bizansın əlinə keçməsi ifadəsi tam doğru deyil. Çünki bu hissədə verilib ki, Bizans-Sasani, bax bu hissədən söhbət gedir, Bizans-Sasani müharibəsi nəticəsində tərəflərin bir-birini zəiflətməsi. Yəni iki dövlət bir-biri ilə müharibə aparırdı və zəifləmişdilər. Bu zaman Ərəb xilafəti güclənməkdə idi, artıq işğallara başlamışdı və onların bir-biri ilə apardığı mübarizədən istifadə edərək onların hər ikisinə qarşı mübarizəyə başladı. Və Bizans bu məntiqlə ticarət yollarını əlinə keçirdə bilmədi. Çünki həm zəifləmişdi, həm də ərəblərə qarşı mübarizə aparmaq məcburiyyətində qalmışdı. Yeni yollar ələ keçirmək əvəzinə əlində olan yolları itirmək təhlükəsi yaşayırdı. Bax, o səbəbdən dolayı burada verilən 1 və 2 ola bilməz. Digər hissəyə baxaq. Ərəblərdə vahid dövlətin olmaması, Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi. Yenə bax, sizə dediyim istinad nöqtəsinə istinad edirik. Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi Misirin fəth edilməsindən sonraki dövrə düşür. Çünki Misir Peyğəmbər və 4 xəlifənin dövrü deyilən, orada Rəşidi xəlifələr daha dəqiq göstərilir. Onların dövründə fəth olunubdur. Ona görə bu hissədəki 1 və 2-ni də çıxardacağıq. Növbəti hissə 6-cı yüzillikdə Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani mübarizəsinin aparılması bunu veribdir. İkinci hissədə deyir ki, İslam ordularının Bizans və Sasaniləri məğlub etməsi. İndi yerinə qoyaq, həqiqətən də baxaq düz gəlirmi? Mübarizə getməyi düzdür, 6-cı yüzilliyə düşür. Ərəblər arasında siyasi dini birliyin olmaması da həmin dövr 6-cı yüzilliyə düşür. Burada ardıcıllıqda ciddi problem yoxdur. Ondan sonra deyir ki, Bizans-Sasani müharibəsi nəticəsində tərəflərin bir-birini zəiflətməsi, yenə ardıcıllıqda problem yoxdur. Sonra 2-ni qoymalıyıq. İslam ordularının Bizans və Sasaniləri məğlub etməsi düz gələr və Bizansı da məğlub edəndən sonra Misirin fəth edilməsi, burada ardıcıllıq gözlənilər. Deməli, düzgün cavabımız bu olmalıdır. Digərinə baxaq. Ərəbistan yarımadasının müsəlmanlar tərəfindən tamamilə fəth olunması, bu həm istinad nöqtəmizə əsasən izah edəcəm, həm birinciyə əsasən. Ərəblər arasında dini siyasi birliyin olmamasından əvvəl yox, sonra verilməli idi. Bax, bu bir nömrədəki fikir. Yəni, bunun yeri səhvdir. İkinci növbədə yenə səhv var. Kordova xilafətinin yaranması Misirdən əvvəl yox, yenə sonra olmalıdır. Bizim istinad nöqtəmizin gördüyünüz kimi arxasına düşüb. Lakin, bax, bu hissəsinə düşməli idi, ondan sonraki dövrə. Yenə digər sonuncu variantda izah edirik. Birbaşa 2-ni deyim. İspaniyanın fəth edilməsi də o cümlədən yenə Misirdən əvvələ düşə bilməz. Çünki birinci Misir fəth olunmalıdır. Ondan sonra Şimali Afrika ilə irəliyib, gedib İspaniyaya, Cəbəlütariq boğazından keçib İspaniyanı fəth etməlidirlər. Burada da məntiq pozulur. Birincidə də deyirdi ki, hicrətin baş verməsi ilə Məkkənin müdafiənin zəifləməsi. Yəni, 2 nömrə burada konkret bizə göstərir ki, əlaqə pozulubdur. Bir nömrə də yenə yeri səhv verilibdir. Əvvəlcə birlik olmamalıdır. Ondan sonra tədricən birləşmə prosesi, müşriklər və iman edənlər arasında mübarizəyə doğru gəlməli idi məsələ. Yəni, uyğunsuzluq var Y variantında. Ən düzgün cavabı bir daha təkrarlayaq. 6-cı yüzillikdə Yəməni ələ keçirmək uğrunda Bizans-Sasani mübarizəsinin aparılması bu. İkinci növbədə İslam ordusunun Bizans və Sasaniləri məğlub etməsi düzgün cavabdır.